Azərbaycan İrandan revanş almaq istəyir. Söhbət əlbəttə ki, güləşdən gedir. Azərbaycan güləşçiləri bu gün İslam Həmrəy oyunlarında starta çıxdılar və əfsuslar olsun ki, 3 güləşçimiz məğlub oldu, ikisi İranlılara. İndi əsas ümidləri biz Həsrət Cəfərovla bağlamışıq. Azərbaycan milli komandasının liderlərindən, ən güclü idmançılarından biri ilə. Onun finalda rəqibi Olimpiya və dünya çempionu İranlı Səid İsmailli olacaq. Bu güləşçilər son dünya çempionatının finalında qarşılaşmışdılar. Onda İranlı güləşçi qalib gəlmişdi və bu gün ümid edirik ki, Həsrət revanş edəcək. Görək də, çünki bizə qızıl medal lazımdır. Milli komandamız 5 qızılla 9-cu yerdədir və qabağa getmək lazımdır əlbəttə ki. Digər 3 güləşçimiz Ülvi Qənizadə, İslam Abbasov və Nihat Məmmədli birinci uğrunda güləşəcəklər. Ümid edirik ki, medallarımızın sayı artıq olacaq və güləşçilər həmişə olduğu kimi bizi sevindirəcəklər.